Erməniçilik saxtakarlıqları və uydurmaları qədim mətnlər və klassik mənbələrlə ifşa olunur. 2016-cı ildən başlayaraq Əqli Mülkiyyət Agentliyi bu istiqamətdə ardıcıl və sistemli şəkildə iş aparır. Bu tədbirin keçirilməsində məqsədimiz əqli mülkiyyətə, xüsusən kitablara, onların müəlliflərinə və onları qoruyan copyright'a, müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa stimul, əlavə dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz ki, erməniçilik saxtakarların və uydurmaların, yalanların əlimizdə olan mənbələr əsasında ifşa etmək. Son illər tədbirlərimiz keçirilmə zamanı xüsusi əhval-ruhiyyə ilə müşahidə olunur. Öz gücü ilə ədaləti bərpa edən müzəffər xalqımız və qalib dövlət suveren ərazisində tamını nəzarət edərək belə bayram günlərini keçirtməyə qadirdir. Unudulmayan tarix və bərpa olunacaq gələcək bizim hamımızı ruhlandırır. Dövlət başçısı Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, hər zaman güclü olmalıyız, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Bu ilki tədbirin qədim Turan haqqında və Kiçik Asiya ərazilərində proto-türk qəbilələri və onların Qafqaz əlaqələri mövzusuna həsr olunması təsadüfi deyil. Günümüzün aktuallığı olan bu mövzu ilə bağlı agentlik çoxsaylı araşdırmalar və faktlar təqdim edib. Bu məlumat büyüyünə qədər təsvirlər olsun. Nə SSR ədəbiyyatında, nə Rus dilli ədəbiyyatında işıqlanmıyor. Bu tanınmış müəlliflərdir. Zamanın ən görkəmli alimlərdir. Bunlar çoxlu maraqlı fikirlər söyləyir. Bizim ənənəmiz var və bu ənənəmiz xüsusən də indiki xoş əhval-ruhiyyə ilə keçirilir. Çünki tarixi ədaləti bərpa edən dövlət Cənab Prezidentin başçılığı ilə imkan yarattı ki, biz bu bayramı bütün ərazimizdə qeyd edə bilək. Hay erməni mifologiyasını formalaşdıran saxta təsəvvürlər, qədim xəstəliyin residivləri bugün də özünü biruzə verir. İndiki Ermənistan ərazisinin keçmiş faktiki sakinlərini xatırladan Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov dedi ki, bu ölkədə 29 abidədə Saka türklərinin izləri qalır. Müasir Ermənistan ərazisinin tamamilə Saklar çarlığına məxsus olduğu məlum faktdır. Eramızdan əvvəl 3-cü əsrdən başlayaraq türk tayfalarının birliyi olan Hunlular sonradan iki hissəyə bölünüb və 1-ci əsrdə onun bir hissəsi Zəngəzurda məskunlaşıb. İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva isə diqqəti Ermənistanın vaxtilə Azərbaycanın torpaqlarını işğal altında saxlayarkən həmin ərazilərdə mövcud olan mədəni irs nümunələrimizin mənimsənilməsi faktlarına çəkdi. Həmin ərazilərdə mövcud olmuş mədəni irs nümunələrinin, folklor elementlərinin və digər qeyri-maddi mədəniyyət formalarının mənimsənilməsi ilə bağlı müxtəlif iddialar da beynəlxalq ekspertlərin və müvafiq elmi idarələrin diqqət mərkəzində olmuşdur. Bu məsələlərin obyektiv şəkildə araşdırılması və qiymətləndirilməsi elmi yanaşma və beynəlxalq hüquq prinsipləri çərçivəsində həyata keçirilməlidir. Agentlik müəlliflik hüquqlarına diqqət yetirməklə yanaşı hər dəfə ortaya çıxan yeni saxta erməni mənbələrini ifşa edir. Kamran İmanov erməni saxtakarlığı ilə mübarizə yolunun mühüm bir istiqamətinin mədəni irsimizi yaymaq olduğunu dedi. Beynəlxalq strukturun heç biri, hansı ki, bilavasitə məşğuldur hüquqların qorunması ilə və əsas təşkilatdır. Bildiyiniz kimi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və müəyyən mənada UNESCO-dur. Bunların bunun üçün nizamnamələrində elə bir bənd yoxdur ki, ifşa etmir. Amma biz yeni yalan əmələ gələndə, onu ifşa edəndə hər dəfə məktubla bu məlumatı yönəldiriyor. Ki, bu məlumat qalsın onların arxivlərində. Bu o deməkdir ki, biz bu mövqeylə razı deyilik və xahiş edirik bu razı olmamağımızı
qeydiyyata alasınız. Digər çıxışçılar qədim mənbələrə əsaslanan elmi yanaşmanın tarixə obyektiv baxışın formalaşmasında həlledici rol oynadığını, mədəni irsin qorunması və onun beynəlxalq müstəvidə düzgün təqdimatını tarixi saxtalaşdırma cəhdlərinə qarşı ən təsirli vasitələrdən biri olduğunu bildirdilər. O da qeyd olundu ki, dünyanın 204 əqli mülkiyyət təşkilatı siyasında agentlik strukturu və fəaliyyəti ilə seçilmiş 15-lərin sırasındadır. Bu nailiyyət Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçirdiyi sorğuya əsasən 2025-ci ildə nəşr olunan gələcəyə baxan liderlərin hesabatında öz əksini tapıb. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının ən böyük qurumlarından olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsində də təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir. Südabə Cahangirli, Elçin Tağıyev, ASTV Xəbər.